Demək, bizim radioloji şöbəsində KT aparatımız, Philips aparatında bir çox müayinələr edirik. Bunlardan biri koronar KT, ayaq anjo, beyin anjo, tam qarın boşluğu, kontrastlı, kontrastsız, ağciyərin kontrastlı, kontrastsız müayinələri olur. Bugün də hal-hazırda biz çəkdiyimiz koronar KT olacaq. Onu da biz ilk növbədə xəstəni hazırlaşdırırıq. Birinci növbədə göndərişinə baxırıq. Sonra əgər qan analizi verilməyibsə, kreatinimizdə mütləq lazımdır, kreatin analizi verdiririk. Ondan sonra nəbzini yoxlayırıq. Nəbzini bizim üçün çox önəmlidir. Nəbzi 75-dən yuxarı olmamalıdır və bu müayinəyə hazırlıq zamanı xəstəyə tam başa salırıq, hansı bir vəziyyətdə olmalıdır və nələrə əməl etməlidir. Müayinə zamanı tərpənmək, danışmaq qəti olmaz. Çünki kontrast vurulur. Kontrast vurularkən bəzən xəstələrdə ürək bulanma, narahatçılıq verir və biz də onu tapşırırıq ki, o tərpənməməlidir, dözümlü olmalıdır. Müayinəmiz 10 dəqiqə çəkir. 10 dəqiqə müddətində bacardığı qədər hərəkətsiz olmalıdır.